Pasiyentimiz Göyçay'dan gəlib, vaginizm seanslarımızın 3-cü günüdür. Artıq biz 3-cü seansımızı icra edirik. Qaylandan gəldiyi üçün pasiyentimizi hər gün çağırırıq seanslara. Belə əslində günəşlidir. Bu pasiyentimizi hər gün çağırırıq. Tez yekunlaşdırmaq üçün. Belə deyim də, demək olar ki 50% hazırdır qızımız. İnşallah 50%'imizi də bitirək. Onun çox gözəl bir geri dönüşlərini sizin üçün paylaşacağım. Qorxmayın gözəl qızlar. Vaginizm həqiqətən də çox böyük bir travma verir gənc qızlarımıza. Amma çarəsi olan, bu problemi aradan tam ağrısı şəkildə qaldırıla biləcək bir prosedurdur. Yəni bu prosedura görə depressiya düşmək, ağlamaq, özünüzə qapanmaq, həyatdan küsmək lazım deyil. Belə siz çiçək kimi incə-incə, sığallaya-sığallaya